Bismillahirrahmanirrahim. Pir məsələsinə gəldikdə, pir məsələsinə, hansı ki bu Sovetlər dönəmində buna daha çox önəm verildi ki və bu tikilsin. Bütün dinlərə qarşı olan ateizm sistemi ona baxmayaraq ən çox öz dövlət büdcəsinə elədiyi şeylərdən biri pirlərin çoxalması idi. Və bəzən kiminsə adı ilə hətta pir tikilirdi. Altında ölən heç kim yoxdur, yatan heç kim yoxdur. Boş yerə ad qoyurlardı və pirlər tikilirlərdi. Və qədimi Sovet hökumətində, məsələ Tataristanda, Azərbaycanın özündə, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda, Tacikistanda, bu ölkələrdə pirlərin sayına baxsan, məscidlərin sayından çoxdur. Pirlərə verilən pulların, sərf olunan pulların qiyməti məscidlərə sərf olunan malın, pulun miqdarına qat-qat çoxdur. Sovetlər dönəmində məscidlərin çoxu dövlət idarələrinə çevrildi. Ambarlar etdilər, kondor etdilər, sel-sovet etdilər. Bəzi yerlərdə traktorlar dayanmaq üçün bir dayanacaq etdilər. Yəni, məscidlər bacardıqları qədər ləğv etdilər. Başqa şeylərdə istifadə etdilər. Və onun müqabilində insanları pirə tərəf yönəltdilər. Və qardaşlar, kafirlər də bilir ki, ümmət Allahı qoyub da başqa bir şeyə ibadət etdikləri zaman, Allaha ortaq qoşduqları zaman, Allahın onlardan yardımı qalxır. Allah onlara yardım etmir. Onlar güclənmirlər. Hətta Fransa Əlcəzair işğal eləyəndə komandirlərin bir məsləhət görür ki, bunlar inancılı insanlardır. Tövhidləri var, dinləri var. Gəlin biz bunlara elə bir inanc səpək ki, bunlar heç vaxt birləşə bilməsinlər, bir-birlərini dartıb yesinlər. Yəni, qəbrə ibadət edənlərlə tövhid əhli. Dedilər, necə? Dedi, baxın, mən edəcəm, siz də görəcəksiniz. Və girirlər bir kəndə və şaya yayırlar ki, burada bir qəbir var, hətta top belə ona güc eləmir. Tankın gülləsi belə qəbrə heç bir şey eləmir. Bu böyük bir övliyadır. Yayırlar ki, siz ey kənd əhli bu adamın qədrini, qiymətini bilmirsiniz. Bu Allahın sevdiyi adamdır ki, bizim tanklarımızın, toplarımızın gülləsindən də xilas olur. Ona heç bir şey eləyə bilmirik. Cəmaat yığılardı, deyir, həmin o qəbrin ətrafına ki, buna müşahidə olsunlar. Və güllə yoxdur, tank patronunun gülləsi. Gülləni sökərlər, içinə barıt doldurarlar, səs versin deyə belə. Və sonra deyir, tanka qoyarlar bu badronu, gülləni. Və cəmaat yığılandan sonra deyir, lüləsini qəbrə tərəf yönəltərək və bunu atarlardı. Bir dənə səs, baxırlar qəbrə, heç bir şey olmadı. Və insanlar təkbir gətirərlərdi və sonra onlar çıxıb gedərdi. Təfsilatı onlara buraxarlardı kənd əhlinə. Və bir aydan sonra gəldikdə görərlərdi, böyük bir saray tikilib qəbrin üzərində, qurban kəsilən yerlər başqa, sədəqə yerilən yerlər başqa, yatılan yerlər başqa, sürtülən yerlər başqa, ora bir büt halına çevrilmiş olardı. Və həmin siyasət, qardaşlar, dinin dağıtmaq istəyənlər, həmin siyasəti hər yerdə tətbiq edirlər. Və sözün qıssası nəyə gətirirəm? Bu pirlərin tarixi. Ki, bu məqsədlə müsəlmanları Allaha ibadətdən yayındırıb bütlərə ibadət etsinlər deyə müasir bir şəkildə ona görə peyda olunmuşdur bu pirlər. Bugün biz deyəndə ki, pirlərə getmək Allaha şərik qoşmaqdır. Pirlərə getmək şirkdir və ən böyük Allahın bağışlanmadığı günahdır. Onlar elə bilirlər ki, biz ölən insanı sevmirik və yaxud kimin qəbrinin üzərində bu tikilib biz onu sevmirik. Məqsəd bu deyil. Bir ölmüş salih insana olan sevgi onu Allah verən mövqeyə qoymaqdan ibarətdir. Rasulullah s.ə.v deyir ki, "Lə tədruni kəmə atratin nəsara İsə ibn Məryəm." Məni İsa aleyhissalamı necə xristiyanlar övdülər və hədlərini aşdılar övgüsündə, məni onun kimi öyməyin. Və deyin ki, mən, Muhammed s.ə.v, Allahın qulu və elçisidir. Yəni, xristiyanlar nə dedilər? Dedilər, Allahın oğludur. Üçdüyün üçüdür. Allahdan bir hissədir. Və s. kimi o səviyyə qaldırdılar ki,
Hətta Allahın heç şəriki olmayan, bənzəri olmayan Allahın vəsflərini İsa Peyğəmbərə verdilər. Rasulullah s.ə.v bunun qabağını alır. Çünki həqiqi Peyğəmbərlərə, sıddıqlara, şəhidlərə, salihlərə olan sevgi onlara Allah verən məqama qoymaqdan ibarətdir. Onlara ibadəti sərf eləməkdən ibarətdir. Əksinə, bu onlara xəyanət, bu onlara qarşı çıxmaq, bu onlara qarşı ədəbsizlikdir. Bu baxımdan da qardaşlar, bu müasirləşdirilmiş bir büt formasıdır bugünkü pirlər. Çünki orada ən azından desək də ki, hətta orada olan övliyadır, orada olan peyğəmbərdir, orada olan salih bir insandır, sonunda bu adam insandır. Bir insan əgər kiməsə xeyir verə, zərər verə bilsəydi, məncə o insan həyatında ən birinci özünə xeyir verməyə çalışardı. Xəstələnməzdi. Biraz ömrünü uzatardı. Qohum əqrabalarını kasıblıqdan və möhtacılıqdan qoruyardı. Gedin siz bugün baxın. Gedin siz bugün baxın o pirlər deyilən insanların qohum əqrabalarına. O hansı ki deyirlər bu pirdə yatır, onun ətrafındakı insanlara baxın. Onların əksəriyyəti nə Allahı tanımır, nə Peyğəmbəri tanımır, nə şəriətdə deyirlər və ola bilsin çoxsu da xəstədir və yaxud da kasıbdırlar. Əgər yatan insan fayda verirsə, birinci öz adamlarına fayda verməlidir. Və bundan da əlavə qardaşlar, bu heç düzgün ola bilməz ki, hər şey yaradan, hər şey gücü yetən, hamıya, hər kəsə yaxın olan, hər kəsin duasını daha tez qəbul edən Allahı qoyub da, onun yaratdığı hər hansı bir məxluqa gedib ibadəti sərf eləyəsən. Əslində, Peyğəmbərlər elə bu bütləri, bu qəbirlərə ibadət etməkdən çəkindirmək üçün gəlir. Peyğəmbərlərin gəliş məqsədi elə budur, şirki aradan qaldırmaq. Şirki aradan qaldırmaq. Quran-ı Kərim elə başdan ayağa bunu ifadə edir. Və sadəcə bunu bəzən təvəssül adı ilə, bəzən şəfaət adı ilə gedib orada ibadətin hər hansı bir növünü sərf etməyə nə edirlər? Çağırırlar. Və bu bəzən deyirlər ki, biz gedib ölüdən istəmirik. Biz gedirik qəbrin yanında Allahdan istəyirik. Hansı halda olursa olsun, pirlərdən ümid, mədəd, kömək diləmək olmaz. Çünki o buna qadir deyil. Allahu aləm.